Uzundərə rincinin amuzişi. Bu ahəngimizdə kökümüz sol olacaq. Yəni orta simlər sol olacaq. Əlbəttə yarım pərdə bəm köklənibdir. Burada mən kökünü göstərirəm. Qabaq simin kökü. Bu qabaq simin köküdür. Re bemol köklənib. Orta sim. Orta simin kökü. Üst sim. Tunerlə gördük kökləri, simlərin kökün. Ki standart kökdən yarım pərdə bəm köklənibdir. Uzundərə rinci iki qismətdə tədris olunur. Əvvəl qismətin çalğısını çalıram, sonra keçək amuzişə. Əvvəl qismətinin çalğısı idi. Keçək amuzişə. Əvvəl mizanımız ikinci barmaq doda, birinci barmaq sidə, doda bir rast mizrab az sukut, simlərin hamısına vura bilirik və aşağı simə də vura bilirik. Ya bu cür vuraq, ya bu cür vuraq. Bəs oldu do, do, si, la bemol. Bu ahəngdə la bemol işlənəcək. Nə mənə la işlətsək, la bemoldur. Mi də bemol olacaq. Bəs la bemol işlənəcək və mi bemol. Dodan sonra do ki vurduq. Do, si, la. Üçün də rast mizrab. 2 ilə do, 1 ilə si, qalxırıq üstə la. Bəs oldu do, do, si, la. Bu halətdə. Dubara yenirik o biri mizanda. Yenə do, si, la. Həman mizan əvvəldə çaldığımız atay. Do, si, la. 2, 1, 1. Mizrablar rastıdır. Bu halətdə. Bəs 3 qədəmi çalsaq buracan, bir dənə do vurduq, az sukut. 2 seri do, si, la dalbada çaldıq. Bu halətdə. Bir ilə qalxırıq sola, sol, la bemol.